Ümumən Respublikada, cəbhədə, paytaxtda olan haqqında, məlumatınız vardır, ümumi vəziyyət haqqında, gərginlik haqqında. Bir onu demək istəyirəm ki, müharibə edən ölkədə nə Daxilişlər Nazirliyinə, nə hüquqi izlibati orqanlara, nə də ki, ümumiyyətlə silahlı qüvvələrə uzaqdan prezidentimizin seçdiyi üsulla idarə etmək mümkün deyil. Yəni bu aksiomadır ki, bu mümkün deyildir. Ümumiyyətlə bizim düşdüyümüz vəziyyətin mənə gəlsi, Milli Məclis üzvlərdə incilməsinlər, bir tərəfin mövqe tutmasını mənim üçün çox şey aydın deyildir. Söhbət Gəncədən getmir, Gəncədə olan hadisələrdən getmir. Ümumiyyətlə qiyam sözündən nəsə qorxuram. Bəli, Gəncədə mənim şəxsi fikrimdir, xalq ədalətsizliyə, haqsızlığa qarşı qiyam qaldı. Və bu barədə Gəncədə də olmasa, Azərbaycanın hər hansı bir bölgəsində bu olmalıydı. Bu barədə biz 6 ay, 8 ay, 4 ay qabaq xəbərdarlıq eləmişdik. Rəsmi xəbərdarlıq eləmişdik. Və faktiki olaraq bu saatda Sürət Hüseynov xalq hərəkatına rəhbərlik edir. Bir şey bilmək lazımdır ki, hər bir ölkədə olduğu kimi Azərbaycanda ən real qüvvə xalqdır. Xalqın da böyük əksəriyyəti iqtidardan narazıdır. Və iqtidar da bunu rəhbərlikdə demək olar ki, həmişə etiraf etmişdir. Bugün prezidentdən çox mənə gəlir ki, ən çox məsuliyyət Milli Məclis üzvlərinin üzərinə düşür. Mənə gəlir ki, birdən siz vəziyyətin ciddiliyini üzrükdən başa düşmək istəmirsiniz. Kim məsuliyyət üstünə götürəcək? Bir saatdan sonra bilinmir nə ola bilər burada. Gəncədəki hadisələri eşitdiniz artıq. Çox xahiş edirəm, qəti qərara gəlmək lazımdır. Bu məsələni biz də tərəfdarı ki, siyasi yolla həll olunsun. Özdə bugün, mən sizə deyirəm, sabah, bəlkə bugün həll eləmələr, bəlkə 2 saatdan sonra heç kim bilmir olaraq. Bəzi məsələlər var, heç açıq deyə bilmirik. Zor Müdafiə Nazirliyi, Daxilişlər Nazirliyi və mənə gəlir ki, Təhlükəsizlik Nazirliyi də faktiki olaraq biz demək olar ki, başsız qalmışıq. Rəhbərsiz qalmışıq. Bir çox məsələlər vardır ki, onları ancaq bir nəfər həll edə bilər. 2 nəfər həll edə bilər. Müharibə eləyən ölkədə prezidentlə belə bir məsafədə idarə mümkündürmü? Biz bu qədər artıq sözlər var. Sorular varsa gəldir.